Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, Şivalanda belə bir gözəl bağ evi çıxıb satışa. Mən də gəldim, çəkin sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Şivalanda ziyarətgah yolun üzərində, əsas yolun maksimum 50 metr, 60 metr məsafədə 5 sot torpaq sahəsində 180 kvadrat 4 otaqlı super təmirli bir bağ evidir. Qısa olaraq məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa səninlə vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verirəm. Bu bağ evinin ilkin qiyməti 450 min manatdır. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Bizim daimi müştərilərimiz bilir ki, sözümüzdə yalan yoxdur. Dostlar, bağ evinin girişi, jalüz, darvaza, yanında əl qapısı təbii ki pultlandı. Girişdə belə bir 2 maşınlıq qaraj. Burada yayqış mətbəxi yerləşir, cam balkondan yığılıb. Burası yayqış mətbəxidir dostlar. Göründüyü kimi burada manqalı da var. Cam balkondan yığılıb, tam açılıb bağlanır. Böyük filtrli hovuzu, hovuzun üzərində belə bir maraqlı şəlaləsi var. Yəqin ki görürsünüz dostlar. Evin görünüşü də belədir. Belə bir yaşıllıq zolağı, dekorativ ağacları var. Demək olar ki, həyətin hər yanında. Evin sağından solundan hava işləmək üçün yetərincə də yer var. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Həqiqətən də çox möhtəşəmdir, maşallah olsun. Bu da həyətin ümumi görünüşü. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Gəlin qısa olaraq evlə tanış olaq, evə daxil olduq. Belə bir geniş hol, hündür tavanlıdır, həqiqətən də maşallah olsun, çox möhtəşəmdir. Fikir verirsiniz, böyük vitraj pəncərələr, həyət açılır. Belə bir qarda falan yığılıb, girişdən sol tərəfdə isə qonaq otağı yerləşir, dostlar. Qonaq otağında yumşaq mebel, stol var. Belə deyək, qismən əşyalıdır. Qonaq otağı da yetərincə genişdir və işıqlıdır. Girişdən sağ tərəfdə mətbəx yerləşir. Dəyərli izləyicilər, mətbəx mebeli də yığılıb. Enisi ilə görürsünüz, pərdə, listur, aksesuarlar hamısı quraşdırılıb. Bura həyətin sanitar, üzr istəyirəm, evin hamam otağı sanitar qovşağıdır dostlar. Burada belə bir balaca burasında bir yer var. Burada paltaryon falan qoymaq üçün yəqin ki nəzərdə tutulub. Gəlin, yataq otaqlarına sizi tanış edeyim. Bura böyük bir yataq otağıdır. Birinci buradan başlayalım. Ümumilikdə 3 hamam otağı var. Sanitar qovşaqla bir yerdə evin içində. Evin daxilində 2 yataq otağının ikisində hamam otağı, sanitar qovşaq var. Bura yataq otağına ayrılan hamam otağı, sanitar qovşaqla bir yerdədir. Aksesuarlar yığılacaq inşallah ki. Xırda tamamlanma işləri qalıb bu evdə. Bura uşaq yataq otağıdır. Yataq otaqları yetərincə genişdir. Ümumi olaraq üstü poldur. Diqqətinizə çatdırım ki, hol, mətbəx, qonaq otağı, kermogranit, qalan otaqlar bahalı laminatdır. Burada daha bir böyük yataq otağı. Bu yataq otağın da daxilində özünün böyük bir qardırobu və hamam otağı sanitar qovşaqla bir yerdə var. Yetərincə genişdir, səliqəlidir dostlar, həqiqətən də qiyməti də uyğundur, bazara uyğundur, real müştəriyə yaxşı endirim olacaq. İnanın ki, beləsinə ev demək olar ki, bazarda çox az olur. Şu alanda 5 sotda 180 kvadrat 4 otaqlı bağ evi 450 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.